Oruc nədir? Oruc Allah Taala'nın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından şam azanına qədər orucu pozan işlərdən çəkinməkdir. Ramazan ayının vacib orucu bir aydır. Sual: oruc tutarkən niyyət etmək vacibdirmi? Cavab: digər ibadətlərdə olduğu kimi oruc tutarkən də niyyət etmək lazımdır. Lakin bu dil ilə oruç tuturam demək deyildir. İnsan Allah Taala'nın əmrini yerinə yetirmək məqsədi ilə orucunu pozan işlərdən çəkinərsə, bu onun niyyətidir. Ramazan ayı başlayarkən kim bu ayda oruç tutmağa niyyət etsə, bütün ayın günləri üçün kifayətdir. Əslində, oruc sübh azanından şam azanına qədər ac qalmaqdan ibarət deyil. İnsan gərək oruç tutarkən bütün bədən üzvləri ilə orucu saxlasın. Yəni, əl, ayaq, dil, göz, qulaqlar belə oruc halında olmalıdırlar. İnsan gərək bütün bədən üzvləri ilə oruc halında olsun. Yəni, ayaqları ilə haram işin ardınca getməsin. Əllərini harama, günah işlərə uzatmasın. Dili ilə yalan danışmasın, qeybət etməsin, söyüş söyməsin. Gözlərini günah işlərdən, haramlardan qorusun. Qulaqları ilə qeybətə qulaq asmasın və günah sözlərdən qorusun. Səbirli olsun, insanlarla mehriban, xoş rəftar edib, kimsənin qəlbinə dəyməsin. İmam Cəfər Sadiq əleyhissalam buna işarə edərək buyurmuşdur: orucluq dilin, gözün, qulağın və qəlbin də oruc tutmasıdır. Oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı, yaxşı əməllər yerinə yetirməlidir. Əgər insan oruc tutduğu halda çirkin, pis işlər görərsə, nalayiq hərəkətlərə yol verərsə, o Allah dərgahında heç bir mükafata layiq görülməz və bu insan orucluğun həqiqi gözəlliyini, faydasını dərk etməz. Ona görə də nəsibi və qazancı yalnız aclıqla susuzluğun acısı olar. Həzrət Rəsulullah salavatullah bu haqda buyurmuşdur: bir çox oruc tutanların mükafatı yalnız aclıq və susuzluqdur. Allah Taala əslində Ramazan ayının orucunu vacib etməkdə məqsədi o ayda insanları tərbiyələndirib, il boyunca o cür olmağa cəhd etməsindən ibarətdir. Sual: sübh azanından sonra yuxudan oyanan şəxs oruc tuta bilərmi? Cavab: bəli, oruc tuta bilər. Lakin sübh azanından sonra oyandığı üçün heç bir şey yeyib içə bilməz. Şam azanından sonra orucunu açarsa, orucu düzdür. Sual: oruc tutan şəxs sübh azanına qədər oyansa, lakin heç bir şey yeyib içməzsə, oruc tuta bilərmi? Cavab: bəli, sübh azanına qədər heç bir şey yeyib içməməyin oruca heç bir aidiyyatı yoxdur. Sual: əgər oruc tutan şəxs yemək yeyərkən sübh azanını eşitsə və ya sübh azanının vaxtının daxil olduğunu bilsə, nə etməlidir? Cavab: yaxşı olar ki, oruc tutan şəxs sübh azanına 10 dəqiqə qalmış yeməyini qurtarsın. Amma yemək yeyərkən sübh azanını eşitsə və ya cədvəl vasitəsilə sübh azanının daxil olduğunu bilsə, ağzındakı yeməyi çıxartmalıdır. Əgər bilərəkdən utsa, orucu pozulur. Sual: hansı halda oruc tutan şəxs orucunu poza bilər? Cavab: əgər oruc tutan şəxs su içməzsə, öləcəyini bilsə, yalnız bu halda orucunu poza bilər. Bu zaman ölümdən qurtaracaq qədər su içə bilər. Lakin orucu pozulur, Ramazan ayı çıxdıqdan sonra qəzasını tutmalıdır. Sual: ağız suyunu udmaq orucu pozurmu? Cavab: xeyr. Ağız suyunu udmaq orucu pozmur. Sual: oruc tutan şəxs iynə vurdura bilərmi? Cavab: bədəni qüvvətləndirən vitaminlər, damara qəbul edilən iynə və sistemlər olmaz.
Lakin bədəni qüvvətləndirmək üçün başqa iynələr olar və həmçinin yaralara dərman vurmaq da olur. Sual: başdan və ya sinədən gələn bəlğəmi udmaq orucu pozurmu? Cavab: başdan və sinədən gələn bəlğəm ağız boşluğuna gəlməsə, yəni onu ağızdan bayıra çıxarmaq dərəcəsində olmazsa, onu udmaq orucu batil etmir. Lakin ağız boşluğuna gəlsə, onu udmaq olmaz. Sual: ağız boşluğundan və ya damaqdan gələn qan orucu pozurmu? Cavab: ağız boşluğundan və ya damaqdan qan gələrsə, oruc tutan şəxs onu udmamalıdır. Bu qanın gəlməsi orucu pozmur. Lakin bu qanın boğaza getməsinin qarşısını almaq lazımdır. Sual: oruc olan halda çimmək olarmı? Cavab: bəli, olar. Amma başını bütövlükdə suya sala bilməz. Yəni, hər hansı bir qabdakı suya başını salarsa, orucu pozular. Duşdan və ya qabdan istifadə etməklə başını isladarsa, orucu pozulmaz. Sual: mayə ilə imalə etmək, yəni mədə bağırsaq yollarının təmizlənməsi zamanı istifadə olunan vasitələr orucu pozurmu? Cavab: bəli, hətta müalicə məqsədi ilə olsa, oruc pozular. Sual: qadınlar oruc olan halda qadın xəstəliklərinin müalicəsi məqsədi ilə müəyyən vasitələrdən istifadə edə bilərmi? Cavab: bəli, qadınlar oruc olan vaxtı qadın xəstəliklərinin müalicəsi məqsədi ilə daxilə qoyulan bir çox vasitələrdən istifadə edə bilərlər. Bu zaman oruc pozulmur. Sual: qusmaq orucu pozurmu? Cavab: qeyri-ixtiyari, özündən asılı olmayaraq. Qusarsa orucu pozulmaz. Amma xəstəlik səbəbi ilə, hətta məcburiyyət səbəbi ilə özünü qustursa, orucu pozulur. Sual: əgər oruc tutan şəxs qəsdən və ya bilərəkdən bir şey yesə və ya içsə və yaxud orucu pozan digər işlər görərsə, orucu pozulurmu? Cavab: bəli, orucu pozulur. Bunun əvəzində Ramazan ayı başa çatdıqdan sonra qəsdən və ya bilərəkdən orucu pozduğuna görə bir gün üçün 2 ay oruc tutmalıdır. Bu 2 ayın birinci ayını hər gün dalbadal tutmalıdır. İkinci ay isə müəyyən fasilələrlə tuta bilər. Lakin ikinci ayın birinci gününü isə birinci ayın ardı ilə tutmalıdır. Məsələn, oktyabr ayı 30 gündür. Bu ayın hamısını dalbadal tutmalıdır. Noyabr ayının birini oktyabr ayından sonra tutmalıdır. Nəticədə 31 gün dalbadal oruc tutmalıdır. 29 gün isə müəyyən fasilələrlə tuta bilər. Məsələn, noyabr ayının 6-sı, 9-u, 14-ü, dekabr ayının 16-sı, 24-ü, 28-i və s. günlərdə tuta bilər. Oruc tutan şəxs ayağı sürüşüb suya düşsə, nəticədə başının hamısı suya batarsa, orucu pozulurmu? Cavab: xeyr, orucu pozulmur. Sual: namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? Cavab: namaz və oruc hər biri ayrı-ayrı ibadətlər olduğu üçün namaz qılmayan şəxs oruc tuta bilər. Lakin namaz da oruc kimi Allah Taala'nın vacib buyurduğu ibadətlərdəndir. Sual: əgər oruc tutan şəxs sübh azanına qədər cənabətli, heyzli və nifaslı halda qalarsa, oruc tuta bilərmi? Cavab: əgər oruc tutan şəxs sübh azanına qədər qəsdən cənabətli, heyzli və nifas halında qalarsa, oruc tuta bilməz. Amma əgər sübh azanından sonra yuxudan oyanarsa, cənabətli, heyzli, nifaslı halda olarsa, yəni qüsul almazsa, oyanandan sonra qüsul alarsa, orucu düzdür. Sual: əgər oruc tutmaq qoca qadına və ya kişiyə həddən artıq çətin olarsa, vəzifəsi nədir? Cavab: hər gün bir çörək və ya çörək pulu miqdarında ehtiyacı olana verməlidir. Ramazan ayı çıxdıqdan sonra il ərzində qəzalarını tutmalıdır. Sual: əgər oruc tutan şəxs Allah, Peyğəmbər sələvatullah, məsum imamlar əleyhissalamlar adından yalan danışsa,
orucu pozulurmu? Cavab: bəli, orucu pozulur. Yaxşı olar ki, hər hansı bir hədisi danışarkən, məsələn, belə desin: filan kitabda yazılıb ki, Peyğəmbər buyurmuşdur. Sual: əgər oruç tutarkən tez-tez ağzı quruyan şəxsə oruç tutmaq həddən artıq çətindirsə, vəzifəsi nədir? Cavab: hər gün üçün bir çörək və ya bir çörək pulu miqdarında ehtiyacı olana verməlidir. Xəstəliyi sağlanandan sonra orucun qəzasını tutmalıdır. Sual: torpaqlı bir yeri süpürərkən və başqa hallarda toz ağız və burun boşluqlarına daxil olarsa, oruc pozulurmu? Cavab: ağız və burun boşluğuna tozun daxil olması orucu pozmur. Lakin bu şərtlə ki, boğaza getməsin. Eyni zamanda siqaret tüstüsünün boğaza getməsinin qarşısını almaq lazımdır. Sual: oruç tutarkən siqaret çəkmək olarmı? Cavab: xeyr, olmaz. Sual: oruç tutan şəxs öz yaşadığı ərazidən başqa şəhərə gedərsə, oruç tuta bilərmi? Cavab: öz yaşadığı şəhərdən 22 kilometrdən artıq uzaqlaşarsa, orucu pozular. Lakin sübh azanından sonra yaşadığı yerdən 22 kilometr uzaqlaşıb zöhr zamanına qədər öz yaşadığı yerə çatarsa, orucu düzdür. Eyni zamanda günorta azanından sonra yaşadığı yerdən 22 kilometr uzaqlaşarsa, orucu düzdür. Sual: hansı halda öz yaşadığı yerdən 22 kilometr uzaqlaşan şəxs oruc tuta bilər? Cavab: gedəcəyi yerdə 10 gündən artıq qalacağını bilən şəxs həmin yerdə oruçlarını tutmalıdır. 10 gündən az qalacağını bilsə, həmin yerdə oruç tuta bilməz. Yaxşı olar ki, insan Ramazan ayı ərzində səfərə çıxmasın, əgər bu vacib olmazsa. Sual: əgər səfərə çıxmaq bir insanın peşəsidirsə, səfərdə olarkən oruç tutmalıdırmı? Cavab: bəli, oruç tutmaq onlara vacibdir. Məsələn, sürücülər. Sual: doğumuna az bir müddət qalmış hamilə qadınlar, oruc tutduğu üçün südü azalan qadınlar oruc tuta bilərmi? Cavab: hamilə qadınlar bətnindəki uşağa zərəri olduğunu bilsə, oruc tutmamalıdırlar. Süd verən qadınlar südlərinin azaldığını, bunun nəticəsində uşağa ziyan olduğunu bilsələr, oruc tutmamalıdırlar. Lakin hər gün üçün bir çörək və ya çörək pulu miqdarında ehtiyacı olanlara verməlidirlər. Sonraki aylarda orucun qəzasını tutmalıdırlar.